Ürəyim sıxılır, içim daralır, darıxıram, bilmirəm harasa gedim ki, ürəyim sıxılması keçsin. Biraz rayona gedim, biraz salona gedim, biraz alışveriş eləyim. Neyse başımı qatım ki, bu ürək sıxılması geçsin. Sizə nə baş verir? Ürəyin sıxılması üçün lazım olan heç bir addımı atmırıq. Onu bastırması üçün bunların hamısını edirik. Və psixoloqa gəlirik. Deyirik ki, bir dənə ürəyimin sıxılması keçsin də. Və psixoloq da deyir ki, sənə dərin seans lazımdır. Deyir ki, yox, mən dərin seans etmək üçün mənim nə vaxtım var, nə də maddi durumum var. Bir dənə ürək sıxılmasıdır da, nə olan bir şeydir ki, bunu götürün də. Yəni, bu terapiyanı almasan keçməyəcək. Müvəqqəti nələrdirsə onunla başını qata bilərsən. Nələrdir? Müvəqqəti seans. Yəni bir dəfə, həftə bir dəfə, yaxud da ki, bir dənə konsultasiya diaqnostika bir səbəb var, deyək ki, yoldaşınla mübahisə edibdir və yaxud da ki, sevgisinə ayrılır və yaxud da ki, imtahana hazırlaşa bilmir, hazırlaşmaq istəmir. Psixoloqa gəlirik və psixoloq da deyir ki, dərin seans lazımdır. Bir-iki seansdan bu keçməyəcək. Çünki ona görə psixoloq bu sözünü deyir ki, yəni bunun bu səviyyəyə çatması üçün daim eyni şeyi etmişik. Bir dəfə ürəyimiz sıxılıb, bunu etmişik, bir dəfə biraz keçibdir. Sonra biraz da çoxunu etmişik, biraz da çoxunu, məsələn, əvvəl etdiyimizdən daha çoxunu. Məsələn, əvvəl bir dənə paltar alırdıqsa, bir dəfə makyaj edirdiksə salonda, bu dəfə komple edirik. Yəni, hər dəfə çoxaldıqca bu pik həddə çatır problem. Və biz bunu həll etmək üçün, yəni az-az gedəcək. Necə başlamışdısa problem elə gedir. Yəni, birdən psixoloqa gəldik, kinolarda gördüyünüz kimi, bir seansda bütün sıxıntılardan yox oldun və getdin, belə bir şey, nağıllar yoxdur. Terapiya lazımdır ki, seansın nəticəsi olsun, davamlı terapiya seansın nəticəsini köklü dəyişdirir. Yox, üzdən hər hansı bir meditasiyadır, nələrsə də müəyyən metodikalardan üstdən olan metodikalar sadəcə sakitləşdirir və baş alladıcı və heç bir başını qatmaq və bastırmaq üçün etdiklərindən seçilmir. Ona görə ürəyinin sıxılmasını, səbəbini ilk öncə bu vəziyyətə düşəndə nə etməli? Özünə sual ver. Qaçmaq əvəzinə problemin içinə gir. Qorxursansa problemin içinə girmək. Düşünürsən ki, problemin içinə girsəm çıxa bilməyəcəm. Bəli, problemin içinə girəndə tək başına çıxa bilmədiyimiz üçün burada psixoterapiya